Salam, axşamınız xeyir. Baxırıq 7-ci testdə düzgün variant istəyir. Bu 11-ci sinif ümumi sınaqlar 6-cı testdir. Deməli, 7-ci testdə doğru variantımızı D variantı yazıblar. Brownlar ailəsindən gedir söhbət. Ona görə bütöv ailəni göstərəndə Z-dən istifadə edirik. Bir də Ərəb Əmirlikləri, ümumiyyətcə, məsələn, İran İslam Respublikası, Ərəb Əmirlikləri, belə bir tərkib şəklində ölkələrdən söhbət gedirsə, mütləq Z işlənir. Japan tək verilib deyə, təbii ki də onun qarşısına Z artiklı yaza bilmərik. 8-ə baxırıq. 8-də ümumi sualın direct speech-ə çevrilməsidir. Can you pass me the salt? Asked Mary. Mary asked if you could pass her salt. A variantı doğrudur. B variantında told-dan verib. Ümumi suallar if ya V-zə bağlayıcısına mütləq olmalıdır. C, D, Y variantında askdan sonra Z yazıb. Yəni ümumi sualın göstərisini verməyib. Jane gave feildən sonra mütləq obyekt əvəzliyi olmalıdır. A ilə Y-ni saxlayırıq. Söhbət sənədlərdən gedirsə documents. Deməli biz onu itlə yox, Z-lə göstərməliyik. Y variantı. 10-cu testə baxıram. 10-cu testdə bizdən doğru variant istəyir. Nida cümləsidir. Sifət, amma isim gəlməyibsə, deməli votla olan nida cümlələrini silirik. Haldan sonra da Z-ni burada niyə yaza bilmirəm? Çünki əvəzlik göstərilib. Əgər isim göstərilsəydi, bəli, onda yazardıq. Doğru variant B variantıdır. 11-ə baxırıq. Cümlə tamamlama mövzusudur. Cümlə tamamlama mövzusuna diqqət eləməliyik. Mübtəda xəbər şəklində olmalıdır. V-dən sonra həz olmaz. Deməli, B variantı doğru variantımızdır bizim. Sonra why-dan for işlənməz. Why özü niyə, nə üçün deməkdir. For votdan işlənir. Till-dən sonra ümumiyyətcə zət olmaz. Y variantında isə iz qabaqdadır. Yəni feil mübtədadan öncə işlənməz. 12-yə baxırıq. Deməli biz bura elə bir feil yazmalıyıq. İkinci tərəfimizi ödəsin. Made to ilə işlənməz, let ing istəməz, letdən sonra feil zamana düşməz, ing şəkilçi qəbul eləməz. Doğru variantımız C variantıdır. Keçirik 13-cü testə. 13-cü testdə bizdən düzgün variant passive voice istəyir, diqqətli olmalıyıq. Deməli, birdir, biri was delivered, later, bir də has been implemented. 1 və 3. Bir də 4. B variantıdır. Məsələn, burada trees grow feil bir dənə olmaz. Məhsul növdə feil bir dənə olmaz. Məhsul növdə feil ən azı 2 və ya 3 dənə olur. Bir dənə feil varsa o sadə cümlədir, yəni məhsullu cümlə deyil. Keçirik 14-cü testimizə. 14-cü testimizdə yenə bizdən doğru variant istəyir. Deyir ki, she practice every day. O hər gün praktika eləyir. Amma she can't play the piano well. Pianonu yaxşı ifa eləyə bilmir. Burada ziddiyyət var. Baxmayaraq ki, yaxşı ifa edə bilmir, daha doğrusu hər gün praktik eləyir, amma yaxşı ifa eləyə bilmir. 15-ci testdə cümlə qurmaqdır. Düzgün variantımız A variantıdır. Deməli, mübtəda, xəbər, we hasn't, yox, daha doğrusu yazıb we-dən sonra we hasn't met olmaz. Axı, bu niyə belə verib? Deməli, 2-3. We hasn't met him since 4 ilə versə daha doğru olardı bunu. He hasn't met him since we moved to Baku. Burada A variantı yanlışdır. Çünki we-dən sonra has not ola bilməz. Bunu B variantı ilə verməliyik. Bu cavab variantı yanlışdır burada. 16-ya baxırıq. 16-da doğru variantımız B variantıdır. Niyə? Çünki uzlaşmadır. Parts cəmdədir, xəbər təkdə. Basket təkdədir, xəbər cəmdə. Ona görə 3-4 doğru variantdır. Cəm xəbər, tək xəbər, təksim tək xəbər, cəmsim cəm xəbər. 17-yə baxırıq. Eksperimentin həmişə üstü olur. Eksperiment üzərində, yəni nəyin üzərində eksperiment aparılır. Ona görə 10 olan variantı tapırıq. Succeed feili də inlə işlənir. A variantı. 18-ci testə baxırıq. Söhbət kitabdan gedir. Cansızdır. Zət, bir də which. Deməli, kitabxanadan aldığımız kitab təyin eləməliyik sözü. Library has interesting information.
Burada book V ilə verilə bilməz. İsimdən sonra what işlənmir. Deməli, I borrowed from the library, Z yox, boşluq olmalıdır. Deməli, 1, 2, D variantı. 19-a baxırıq. 19-da cümlədə keçmiş zaman var. Already göstəricimiz var. Deməli, biz artıq diqqət eləməliyik. İkinci tərəfdəki zaman zərfinə uyğun feylə. Already bitmiş zaman zərfidir. Ona görə diqqətli olmalıyıq. Keçmiş, bitmiş zaman və keçmiş daimi zaman uzlaşır. Biz deyir, teatra çatanda tamaşa artıq başlamışdır. Cümlədə keçmişlik varsa hədi silirik. Was ümumiyyətcə already-nin yanında nə gəzir? Hədi yazdıq, tutalım ki, had start başlamışdır. Artıq hamı yerində əyləşmişdir, yox. İnsanlar isə öz oturacaqlarında otururdular. Yəni, hadisə davam eləyir. A variantı doğru variantdır. 20-yə baxırıq. 20-də bizdən düzgün variant istəyir, modal feildir. Deməli, baxırıq ki, Alice didn't have to variable olmaz.